Ağdərə rayonunun Vəngili kəndinə növbəti qayıdış baş tutub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə 28 ailədən ibarət 112 nəfər doğma elinə qayıdıb. Ağdərə rayonunun Vəngili kəndinə ümumilikdə 79 ailə, 300-dən çox keçmiş məcburi köçkün yerləşdirilib. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev çıxış edib. Sakinləri təbrik edərək onlara yeni evlərində rifah, sağlamlıq və xoşbəxt günlər arzulayan Əfəndiyev bildirib ki, işğaldan azad olunandan sonra təmir və bərpa işləri aparılan kənddə sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yaradılıb. Doğma yurda qayıdan Ağdərə sakinləri Prezident İlham Əliyevə təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna da minnətdarlıqlarını bildiriblər. 30 illik əsrətin ardından yaşanan qayıdış sevincini də bölüşməyi unutmayıblar. Birinci şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə sağ can versin, prezidentimizə Allah dəyməsin, nətər deyim, prezidentimizi Allah var eləsin. Çox gözəl, çox şəraitləri var, hər şey şəraitlə təmin ediblər bizi. Öz doğma torpaqlarımıza qayıtdığımıza görə qürur duyuruq. Öz torpaqlarımıza qayıtdığımıza görə sevinç hissi duyuruq, fərəh hissi duyuruq. Allah bu günləri bizə yaşadanlara can sağlığı versin. 1993-cü il iyulun 7-sində Ağdərə rayonunu işğal edən Ermənistan silahlı qüvvələri burada bir sıra yaşayış məntəqələrini, sosial infrastruktur və tarixi memarlıq abidələrini dağıdıb və mənimsəyib. Məhz 2023-cü il sentyabrın 19-u 20-sində Azərbaycan ordusunun həyata keçirdiyi suverenliyimizin tam bərpası əməliyyatı nəticəsində Ağdərə rayonu işğaldan azad edilib. Tarixi qələbədən sonra oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərədə Azərbaycan Respublikasının dövlət bayrağını ucaldıb. 2023-cü il martın 16-sından etibarən Ağdərəyə keçmiş məcburi köçkünlərin qayıdışı başlanılıb və bu proses davam edir. Prezident İlham Əliyev Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edərək yeni mənzillərə köçən kənd sakinlərinə evlərinin açarlarını təqdim edib. Dövlət başçısı Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun Suqovuşan kəndində məscidin açılışını edib. Xatırladaq ki, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq əvvəlki qaydada təşkil olunub. Suqovuşan kəndi yenidən rayonun tərkibinə verilib və mərkəz Ağdərə şəhəri olub.